Qərb TV-nin çəkiliş qrupu Şirvan şəhərindədir. Məlum məsələdir ki, bugün Şirvan şəhərində güclü bir partlayış baş verib və partlayışın hansı səbəbdən baş verdiyi hələ də məlum deyil. Gördüyünüz kimi arxada təcili tipli yardım maşınları dayanmışdır. Hər tərəf bağlıdır, yəni heç bir yerə giriş-çıxış yoxdur. Yəni polis tərəfindən yollar bağlanmışdır. Su patladı. Şirvan şəhər mərkəzi xəstəxanasındayıq. Gördüyünüz kimi ətraf insanlarla doludur. Hər kəs xəstələrə yardım etmək istəyir və keçək içəri görək xəstələrin vəziyyəti necədir. Hələ xəbər yoxdur, tapılmış, gözləyirik. Yaralıdır yoxsa ümumiyyətlə kimdir o sizə nə üzdür? Gəlindir, sextə işləyir. Yəni qohumdur da. Qohumdur, hə, Yeznəmin bibisi qızıdır. Tapılmış. Məsələn, mən mağazada işləyirəm, səs-küy eşitdim, zərbədən bizim mağazanın şüşələri sındı, töküldü. Jaluzləri çəkdim, gəldim burada hamı kimi. Laf qohumum olmasa da dayanmaq olmur axı. Oğlum var, yaxşıdır. Hadisətdə nə bilmirsən? Xəstələr, mən yanıq həkimiyəm. Güclü yanıq xəsarəti alan xəstə yoxdur. Yüngül yanıq xəsarətləri bu xəstədədir, o xəstədədir və digər xəstələrdə hamısına yardım olunubdur. Xəstələr sayını mən tam dəqiq deyə bilmərəm. Mən Bakıdan gəlmişəm. Buranın həkimləri daha yaxşı bilər, sayı barədə məlumat verə bilər. 7-8 yanıq xəsarəti almış xəstələrə baxıb kömək göstərmiş. Biz də Allahdan xəstələrimizə şəfa diləyək inşallah. Amin, amin Allah. Biz də həmin arzu ilə ayrılırıq. Nə başın göynü?
Ağayeva Gülarə. Nəyiniz yatır burada? Mən bacım oğludur. O səsi eşitməmək heç cürə mümkün deyil idi. Dəhşətli bir şey idi, dəhşətli bir şey. Vallahi. Ancaq uşaqlarımızı götürmüşük, qaçmışıq ki, bir şey hamı bir də xəbər olundu ki, çıxın çölə evlərdən. Bir dənə o idi. Xəstələrin vəziyyəti ilə bağlı. Xəstələrin vəziyyəti deyil, Allah'a şükür qənaət bəxşdir. Çox şükür. Təxminən nə qədər xəstə sayılır? Hesab var, hardasa biri 18-19 xəstə müraciət edib. Onlardan bir ikisi üçü reanimasiyadadır. Qalan xəstələr burada yardım alacaq, lazım olan şeylər olandan sonra bəlkə də müəyyən hissəsi ambulator vəziyyətə evə buraxılacaq. Qardaşımın oğlu əzilib, başından travma alıb, nə alıb bilmirəm. O oradadır. Yəni həmən hadisə olan yer. Hadisə olan yerdə olub, oğlunda danış. Orada işləyirdi. Orada işte. Hə. Yəni Allah'a şükür salamata biraz başından zadından əzilib də çağırsın. Həkimlər xəstənin sağlamlığı ilə barədə nə deyirlər? Baxırlar, sistem köçürdülər ona sonra sağ olsunlar. Baxın. Yardım eləyirlər, sağ olsunlar. Ölməyiblər, sağ olsun. Allah şəfa. Allah razı olsun. Allah razı olsun. Allah razı olsun.